Ermənistan rəsmilərinin son açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Azərbaycanın güya apreldə hərbi əməliyyatlara başlayacağı haqqda İrəvandan bəyanatlar səsləndirirlər. Bu məlumat niyə indi ortaya atıldı? Məqsəd, hədəf nə ola bilər? Qlobal Info.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli xatırladıb ki, Brüsseldə ABŞ-ın o vaxtki dövlət katibi Tony Blinken, USAID-in keçmiş rəhbəri Samantha Power, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilmişdi. Bu görüşdə Ermənistana faktiki olaraq silah, sursat, hərbi texnika və digər sahələrdə yardımın göstərilməsi ilə bağlı razılıq əldə edilmişdi. Sülh fondu adlanan, əslində isə müharibə fondu olan təşkilat çərçivəsində də Ermənistana yardımların edilməsi xüsusi olaraq qeyd olunmuşdu. O zamandan indiyə qədər müəyyən dəyişikliklər baş verib. Donald Trumpın hakimiyyətə gəlişi ilə ABŞ-ın yardım siyasəti hər kəsə məlumdur. Prinsip etibarilə ABŞ Ermənistana hər hansı yardımın verilməsinin tərəfdarı kimi çıxış etmir. USAID çərçivəsində Ermənistana göstərilən yardımlar da faktiki olaraq dayandırılıb. Son olaraq Avropa Sülh Fonduna Ermənistana 10 milyon vəsait ayrılması ilə bağlı müraciət olunub. Bu dəstəyin verilməyəcəyi isə məlum deyil. Ukrayna-Rusiya xəttində baş verən hadisələr Nikol Paşinyanı ehtiyatlı davranmağa məcbur edir. Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələlər qeyri-müəyyən vaxta qədər təxirə salınır. Digər tərəfdən Rusiya ilə münasibətlərin normallaşması istiqamətində səylərin göstəriləcəyi deyilir. Ermənistan süni qarşıdurma yaradaraq Avropaya yardıma ehtiyacı olduğunu göstərməyə çalışır. Politoloq Əli Musa İbrahimov isə məsələyə belə münasibət bildirib. Ermənistanın Azərbaycanın hücum edəcəyinə dair bəyanatı ilk deyil. Dəfələrlə bu ölkə Azərbaycan təhlükəsindən istifadə edərək beynəlxalq gücləri rəsmi Bakıya qarşı qaldırmağa cəhd göstərib. Bugün Ermənistanda ciddi ajiotaj yaranır. Rəsmi İrəvanın boş yerə belə bəyanatlar verdiyini düşünmürəm. Yəni bunun arxasında müəyyən niyyətlər var. Ermənistanın baş nazirinin səsləndirdiyi həmin fikirlər ölkə daxilində ciddi narahatlıq yaratmağa başlayıb. Paşinyan da bu narahatlıqdan öz məqsədləri üçün istifadə edir. Qaliberin hərbi əməliyyatlarla bağlı xəbərində də Ermənistanın hücuma hazırlaşması dəlillərlə sübut olunur. Rəsmi İrəvanın son vaxtlarda hücum silahları alması, bunu daha da artırması hücuma hazırlıq olduğunu göstərir. Qara məni basınca mən qaranı basım deyən Ermənistan Azərbaycanın hücuma hazırlaşması istiqamətində bəyanatlar səsləndirməklə məşğuldur. Məqsədi isə öz hazırlıqlarını ört-basdır etmək, silah-sursat anbarını daha da genişləndirməkdir. Ermənistan həmçinin xaricdəki qüvvələri ətrafında cəmləşdirmək istəyir. Azərbaycan sözgedən prosesləri diqqətlə izləyir. Lazımi cavablar da veriləcək. Aprel-iyun aylarının diqqətə çatdırılmasının da səbəbləri var. Qlobal səviyyədə bu ayların çox ciddi təlatümlü olacağı gözlənilir.